pasiyent üçün bir sıxıntı olmur. Sadəcə düzənli gəlib gedilməsi lazım olur, nəzarətimizdə qalması olur. Reabilitasiya dövrü 2 həftədirsə, artıq 4 həftə olmuş olur və pasiyenti artıq bu yorur. Ona görə də belə bir hallarda yazılan protokola uyğun müalicə aparılarsa, pasiyentləri narahat etmir. Bəs elə bir hal varmı ki, yəni həmin pasiyentlərə ginekoplastik əməliyyatı icra olunmasın? Ginekoplastikası əlbəttə ki, icra olunmayan pasiyentlər olur. Bizə bəzən müraciət edirlər. Doktor, ginekoplastik əməliyyatı istəyirik. Biz hesablamalar nəticəsində biz onu ilk baxışdan, vizual baxışdan demirik ki, sizə lazım deyil. Lazım olub olmadığını artıq biz bunu sefalometrik analizlə edərək pasiyentə ölçüləri göstəririk. Normalar budur, normadan kənar budur. Əgər normadırsa, əlbəttə ki, biz bunu icra etmirik və pasiyent özünə əməliyyat edərsə, gərəksiz bir olmuş olur və ehtiyac qalmadığını bildiririk. Anladım, doktor. Təşəkkür edirəm. Buyurun. Suallarımız var mı? Gözləyirik. Əgər yoxsa, mən implantlar haqqında da sizlə danışmaq istəyirəm. Buyurun. İstəyirəm ki, siz özünüz də məlumat verəsiniz. İmplantlar növləri hansı pasiyentlərdə istifadə edilə bilər? Çox sağ olun sualınıza görə. Çox yaxşı və geniş bir sualdır. İmplantlar ümumiyyətlə süni kök deməkdir və dişi əvəz etmək üçün, diş kökünü əvəz etmək üçün bir orqan hesab olunur və implantlar çənə sümüyünə qoyularaq dişsizlik qüsurunu biz həll etmiş oluruq. Həmçində implantlarla biz tək funksional deyil, tək estetik deyil, həmçində çənə sümüyün hündürlüyünü qorumuş oluruq. Əsasən maraqlanırlar ki, implantla protezin fərqi nədir? Yəni, niyə sırf implant edilməlidir bir çənədə, dişsiz bir çənədə? Bəli. Dişsiz bir çənədə implantın olunma səbəbi total protezdən fərqi odur ki, biz pasiyentə artıq total protez, çıxan bir protez deyil, çıxmayan bir konstruktor, çıxmayan bir dişlər düzəldə bilirik və bununla da pasiyent insan dişini əvəz edərək rahat, tam şəkildə qidalanması üçün olan hər bir komfort yaratmış oluruq. Anladım. Əlavə olaraq implantla protez fərqində sümükdə də hər hansı bir fərq ola bilərmi? Yəni, diş çəkimindən sonra dərhal implantı siz nəyə görə tövsiyə edirsiniz? Dərhal implantı nəyə görə tövsiyə edirik? Hətta diş köklərində olan kistalar zamanı diş çəkilərək implantın qoyulması göstəriş olur. Çünki biz əvvəllər bunu etmirdik. Kista götürülüb aylarla gözləyirdik. Amma sonradan müəyyən bir araşdırmalar apardıq. Baxdıq ki, dişlər çəkilərək kista götürüləndən sonra implantların qoyulması, hətta implant üstü bir günə implant, bir günə dişin verilməsi heç bir çətinlik yaratmır. Əksinə pasiyentin üçün rahatlıq olmuş olur və çənə sümüyündə də atrofiyalaşmanın, yəni çənə sümüyünün əriməsinin qarşısını almış olur. Anladım. Yəni ki, siz belə deyim, diş çəkimindən sonra dərhal implant qoyub üzərinə dərhal diş təhvil verə bilirik. Bəli. Anladım. Sual var. Baxaq. Baxaq. Salam. Çox sağ olun diqqətinizə görə. Suallar ünvanlarına qədər gəlmə, sizdən implantlar haqqında yenidən geniş danışaq. İmplantların bizə növlərini deyə bilərsiniz. Məsəl üçün, hansı çənələrdə, hansı tip implantlardan istifadə olunur? Bəli, implantların növləri çoxdur, amma bizim ən çox istifadə etdiyimiz implantlar endosal implantlardır. Bu implantlarla biz dişlərə, çənəyə implantla yerləşdiriləndən sonra dərhal üzərini düzəldə bilirik. Əlbəttə ki, müvəqqəti qapaqlar qoyaraqdan pasiyentlər tam rahat şəkildə istifadə edə bilirik və digər implant növümüz var. Bu da bazal implantasiya sayılır.
Bu nə implantlardır? Yəni iki tərəfli biz stabillik əldə edə bildiyimiz bir implantlardır. Stabillik yəni tərpənmədən və tam güc verilmiş bir implantlardır ki, biz bunun üzərinə daimi konstruktorları düzəldə bilirik. Yəni diş çəkilir, implant yerləşdirilir. Yerləşdirilərkən ölçülər alınır və daimi çıxmayan kronlar hazırlanır və sementlənir. Pasiyentin geri dönüşü 1-3 ay sonra, 4 ay sonra ehtiyac qalmır. Bəs implant əməliyyatı ağrılı bir əməliyyatdırmı? Əlbəttə, implant əməliyyatı tam ağrısız bir əməliyyatdır. Ağrı ümumiyyətlə xəstə hiss etmir bunu. Bəzən çox suallar olur, doğru sualdır. Doktor, implant ağrılı ola bilər və ya da implantdan sonra biz ağrı hiss edə bilərik, bir gün sonra, 2 gün sonra. Xeyr, belə bir hallar rastlaşmırıq. Çünki implant zamanı tam anesteziyamızı aparırıq, xəstədə ağrımız olmur. Bunun üçün bizim sosial şəbəkələrdə, YouTube kanalımızda əməliyyatlarımız var. Pasiyentlərin gözünün içərisinə baxaraq implantı bağlayırıq və xəstə ağrı hiss etmir. Hətta 60 yaşında, 70 yaşında, 80 yaşında belə olmalıdır videolar paylaşmışıq. Və implantlar yerləşdirilir və ondan sonra da ev şəraitində aparılan müalicə doğru olarsa, soyuqdan qorunma olarsa, pasiyentlərdə narahatçılıq yaranmır. Dediniz ki, 60-70 yaşlarında bir pasiyentə implant yerləşdirmisiniz. O zaman belə çıxır ki, yəni implant əməliyyatı üçün hər hansı bir yaş aralığı yoxdur. Doğrudur. Əlbəttə, implant üçün bir yaş aralığı yoxdur. Çünki ən çox yaşlı insanların buna tələbatı daha çox olur. Çünki yaşlı insanlar 50-dən sonra, 60-dan sonra dişsizlik qüsuru daha çox olmuş olur və insanlar protez taxaraq, total protez taxaraq, çıxan bir protezi taxaraq istədiyi kimi qidalana bilmir, hərəkətli olduğu üçün onları narahat etmiş olur və biz implantlarla hətta 3 implant qoymaqla, 4 implant qoymaqla və yaxud da 8 implant qoymaqla çıxmayan bir körpü yerləşdirə bilirik ki, pasiyent bundan da tam rahat, komfortlu qidalana bilir. Bəs belə deyim, implant əməliyyatından sonra evdə də pasiyent ağrı çəkə bilərmi? İmplant əməliyyatından sonra əgər pasiyent yazılan dərmanlara doğru əməl edərsə, ağrısı olmur. Anladım, doktor. Təşəkkür edirəm. Mən təşəkkür edirəm. Ünvanlanmış suallarımız varmı? E, 8 implant üzərindən qoyulan 14 dənə zirkon dişdən ibarətdir. Və bu 8 implant gördüyünüz kimi qoyularaq və çıxmayan bir diş taxılır. Çıxmayan bir diş taxılaraqdan pasiyent artıq rahat istifadə edə bilir. Bunun üçün böyük bir protez ağızda qalmasına gərək qalmır və bu halda da pasiyent öz dişindən də, hətta bəzən deyirlər ki, doktor, öz dişimizdən də daha rahat istifadə edə bilirik bu dişləri. Çünki bunların rəngi də əlbəttə dəyişmir. Sadə bir fırçalamaqla əvvəlki öz dişinə, bəyaz dişinə qayıtmış olur və ağrısız, implantda əlbəttə ki, ağrı olmur. Çünki bunun sinir inervasiyası, sinir qidalanması, damar qidalanması olmadığına görə süni kök olduğu üçün bunlarda ağrı olmur. İnsan dişində sinir inervasiyası olduğu üçün həstə ağrı hiss edə bilir. İmplant əməliyyatları zamanı aşağı çənəyə implant yerləşdirdiyimiz zaman mandibulyar siniri zədələyə bilərikmi? Əlbəttə ki, belə bir hallar, ağırlaşmalar bizə müraciət edənlər çox olub. Ola bilər, düzgün planlama olmarsa, düzgün rentgen çəkilişi olmarsa, düzgün hesablamalar olmarsa, əməliyyat zamanı hər hansı bir yanlışlıq olarsa, bəli, üzdə keymələr ola bilər. Bu da paresteziya deyirlər və sonradan pasiyentin hissi sinirində key hiss edə bilər və bu da onu narahat edə bilir. Bəs bunun müalicəsi varmı? Paresteziya əlbəttə ki, müalicə olunan bir narahatçılıqdır, müəyyən bir xəstəlikdir və bunun müalicəsi qısa müddət deyil də 6 ay, 2 il arası xəstədə qala bilir və sonradan keçir.
Paresteziya olmuş pasiyentlər əsasən nələrə diqqət etməlidir? Paresteziya olunan pasientlər düzgün müalicə aparılmalıdır və düzgün müalicədən sonra soyuqdan qorunmalıdır və bunlara diqqətlə baxılarsa bir sıxıntı qalmaz. Çünki biz bildiyiniz kimi mən özüm üst sənə cərrahıyam. Çənə sınıqları zamanı, misal üçün çənə bəzən bir neçə hissəyə ayrıla bilir və biz bunları əməliyyat etdikdən sonra pasientləri nəzarətimizdə saxlayırıq. Onlarla ildə bir dəfə, ildə 2 dəfə, hətta 3 dəfə biz onları kontrol edirik, dəvət edirik, müayinələrə baxırıq və bir müddət sonra həmin o çənə sınığı olmuş pasientlərdə baxırıq ki, artıq bərpa olub, inervasiyası var, xəstədə hissi sinir yerindədir, hərəkət sinir yerindədir və heç bir narahatçılıq yaratmayıb. Bu demək ki, bir balaca bir implantın sinirin sıxması, parazisiyası varsa, o da bir müddət sonra keçir. Bəs implant əməliyyatından sonra implant ətrafı bir iltihab yarana bilərmi? İmplant qoyulduqdan sonra iltihabın prosesinin yaranması əlbəttə ki, ola bilir. Bu hansı hallarda ola bilir? Çünki pasiyent bunu ağız boşluğunu təmiz saxlamalıdır, qarqaralar etməlidir, yumalıdır. Əgər bunları əməl etmərsə, əlbəttə ki, burada problem yaşana bilir və iltihab ola bilir. Əgər bunlar edərsə, bir narahatçılıq yaranmış olmur. İmplant ətrafı iltihab yaranarsa, yəni periimplantit baş verərsə, bunun müalicəsi varmı? Periimplantit yaranarsa, əlbəttə ki, bunun müalicəsi var və bir iltihabi bir proses yaranıbsa, bunu dərhal araşdırırıq, səbəb nəyə bağlı olduğudur. Əgər burada bir iltihab prosesi varsa, təmizlənir iltihab və implantın üzəri təkrar ehtiyac görünürsə, göstəriş olarsa, ən vacib göstəriş olarsa, süni sümük köçürərək biz onu bərpa etmiş oluruq və yaxud da xəstənin öz çənə sümüyünü götürərək o həmin nahiyəyə yerləşdirilir, defekt bağlanır və bir narahatçılıq qalmır. Sümük köçürməsi dediniz. İstəyirəm biraz da bu haqqda danışaq. Bir çox pasientlərdə bilirsiniz, diş çəkimi edirlər, amma ki artıq bizə implant üçün müraciət etdikdə gecikmiş olurlar. Yəni sümük tamamilə rezorpsiya olmuş olur. Bu halda siz nə təklif edirsiniz? Əlbəttə, bu halda, belə bir hallarda sümük defektləri zamanı biz sümük köçürülməsi istifadə edə bilirik. Bunu biz aldığımız süni sümükləri çənədə, burada görünür bəlkə də, defekt olan hissələrdə arxa bölgədən kəsib götürərək ön hissəyə köçürə bilirik və yaxud da hazır sümüklərdən istifadə edə bilirik. Bayaq vurğuladığım bazal implantlar var ki, bazal implantları qoyarkən artıq aqmentasiyada ehtiyac olmur. Və əlbəttə bazal implantların özlərinin də göstərişləri var. Yəni hər xəstəyə o məsləhət görülmür. Və çənə sümüyü atrofiyalaşmış bir pasiyentin implant olmaz, implanta yararsızdır sizin çənəniz, bunu edə bilmərik kimi belə bir anlayış yoxdur. Yəni bunu əlbəttə ki, defektləri bərpa edərək düzəltmək olur. Anladım, doktor, çox sağ olun. Bəs implant əməliyyatı əsasən neçə saat davam edir? İmplant əməliyyatı əgər düzgün istifadə olunarsa, düzgün yanaşma olarsa, bir implantın qoyulması, kəsik aparılaraq qoyulması 10 dəqiqə zamanımızı ala bilir. Yəni implantın yerləşdirilməsi 10 dəqiqə zamanımızı ala bilir və bu da ağrısız bir gedən əməliyyatdır. Pasientlər əsasən düşünür ki, implant əməliyyatı saatlarla ağrılı bir şəkildə davam edən bir şeydir. Belə sual verim sizə. Əsasən belə deyim, pasientlər düşünür ki, implantı yerləşdirdi və sümükdə ona artıq bir şeymiş kimi gələcək. Yəni pasiyent implantdan sonra çənəsində bir şey hiss edirmi? Sanki artıq bir şey varmış kimi. Yoxsa tamamilə normal bir həyata qayıda bilərmi? Mən hətta stomatoloq işləyən zamanlarda sadə bir blombun qoyulması pasiyentlərdə ağız boşluğunda bəli, artıq bir şey hiss edirəm kimi sözləri eşitmişəm. Amma implant elə bir əməliyyatdır ki, çənə sümüyün içərisində yerləşdirdiyinə görə hətta pasiyentlər onu ağız boşluğunda göstərə bilərsinizmi mənə implantı hara qoydunuz deyildikdə biz onu göstərə bilmirik. Artıq biz onu sümüyün içərisində yerləşdirdiyimiz üçün artıq rentgen, X-ray rentgen edərək və yaxud da panoram rentgen edərək biz bunu həll etmiş oluruq.
Təşəkkürlər doktor. İstəyərdim sizə şəkərli, diabeti olan pasiyentlərə implant icra etməyimiz mümkündürmü? Biraz da bu haqqda danışaq. Şəkərli diabet sualımız vardı. Çox üzr istəyirəm. Burada sadə protez ya da estetik protez. Əlbəttə sadə protezin və ya da estetik protez sualı belədir ki, sadə protez bildiyimiz kimi gülüş zamanı, estetik görünüş zamanı aldığımız nəticə estetik protez qədər deyil. Estetik protezin bizə verdiyi gözəlliyi, estetikası, gülüş xətti sadə protez qədər olmadığı üçün əlbəttə biz estetik protez tövsiyə edirik. Doktor, sizin sualınızda şəkər xəstələrinə əlbəttə olarsa, bəli, şəkər xəstələrinə implantın qoyulmasına bizim üçün bir sıxıntı olmur. Çünki şəkər xəstəliyi əlbəttə ki, bir xəstəlik olaraq olsa da, o insanda bir həyat tərzidir. Bu həyat tərzi artıq onun qidalanmasına bağlıdır və qidalanması düzgün olarsa, müalicəsi düzgün aparılarsa, şəkərini düzgün idarə edərsə, implantın qoyulması və yaxud da implantda hər hansı bir ağırlaşma səbəbi deyil. Yəni şəkəri normada saxlayıb yenidən biz implant əməliyyatını icra edə bilərik. Bəli. Bəs təzyiqi olan pasiyentlərə implant əməliyyatı mümkündürmü? Təzyiqi olan pasiyentlərdə əlbəttə implantların qoyulması hansı hallarda risk ola bilər? Təzyiq ölçülmədən əməliyyata girilməsi və yaxud da hər hansı təzyiqə görə müalicə aparılıb, medikamentoz terapiyalar aparıldığı halda biz onları müayinələr etmədən, yoxlanılmadan, anamnez toplanılmadan implantların qoyulması bəli risk altında ola bilər. Amma biz bunları düzgün protokol üzrə aparmış olsaq, xeyr, heç bir narahatçılıq yaratmış olmur. İmplant əməliyyatları zamanı ən çox rast gəldiyiniz fəsadlar hansılardır? İmplant olunan zaman rast gələn fəsadlardan vurğuladığımız kimi, pasiyentlər gigiyenik baxımdan əgər özlərinə diqqət etməlilərsə, qulluq olunmarsa, bu zaman ağırlaşmalar ola bilər. Və yaxud da hər hansı bir soyuq qida soyuqdan qorunmarsa, əlbəttə ki, ağırlaşmalar olur. Və yaxud da hər hansı bir travma nəticəsində ağırlaşmalar ola bilər. Bu hallar olmuş olmasa, implantda heç bir ağırlaşma, narahatçılıq olmur. İmplantasiyadan sonra pasiyentlər normal həyat tərzinə anında həmin gün geri dönə bilirmi? Bəli. Yoxsa yataq rejimi və yaxud da hər hansı bir göstəriş olurmu? Xeyr. Ümumiyyətlə implantlar ambulator bir şəraitdə edə bilirik və bunun artıq xəstəxanada qalmasına və yaxud da uzun müddət reabilitasiya dövrü keçməsinə gərək olmur. Əlbəttə ağrı kəsici və antibakterial müalicəmiz aparılır və nəticədə çox yaxşı olur. Tamamdır doktor, təşəkkür edirəm. Mən təşəkkür edirəm. Suallarımız varsa cavablayabilir bilərik. Bəli, implantdan öncə analizlər edirsiniz. Bəli, implantdan öncə mütləq şəkildə analizlər verilir. Bu analizlərin içərisində şəkərdir, qan laxtalanmasıdır, infeksiyalardır. Bunları mütləq olaraq qan nümunə analizidir, yoxlanılır. Göstərişlər uyğun olursa, bəli, o halda implantlar edilir. Bəs hansı hallarda implantasiyanı etmirsiniz? Hansı hallarda implantları etmirik? Əgər pasiyentdə psixoloji, ruhsal olaraq bir narahatçılığı varsa, bu halda implanta göstəriş yoxdur. Çünki belə insanlar təmizlənməsi, belə insanlarda dişə, çənəyə qulluğu olmur. Onlar yaxşı qulluq edə bilmir və bu hallarda göstəriş yoxdur. Hətta mən deyərəm ki, şəkər xəstəliyi, təzyiq, onkoloji müalicə almış pasiyentlər var ki, onları biz yenidən onkoloq ilə konsulum edərək implantları yerləşdiririk və nəzarətimizdə qalaraqdan pasiyentlər bundan istifadə edir və həmçində məmnun qalır. Təşəkkürlər doktor. Sağ olun. Əgər sualımız yoxdursa, istəyərdim ki, biraz da ağıl dişləri haqqında danışaq. Danışaq. Retensiyon ağıl dişləri haqqında məlumat verə bilərsinizmi? Retensiyon ağıl dişləri ümumiyyətlə 3 hissəyə bölünür. Daha alt qismdə qalan, yəni 5 millidən yuxarı olan, 4-5 milliyə qədər və 1 milli civarında olan sümüyün altında yerləşməsinə görə ağıl dişləri və həmçində onların yerləşməsi,
əlbəttə düz yerləşə bilir, əyri ola bilir və ya da əks istiqamətdə ola bilir ağıl dişi. Bir neçə növləri var və bu hallarda biz adi bir diş çəkimi deyil, bu bir cərrahi əməliyyatdır və bunun da icrasını biz edirik. Anladım doktor. Bəs çənədə ağıl dişi əyri çıxıbdı, amma pasiyenti narahat etmir. Yenə də ağıl dişini çəkdirməlidirmi? Aha. Əyri çıxıbsa, bu halda biz bunun rengeninə baxırıq. Rengində əyri çıxan bəzən dişlər daimi və sağlam dişi zədələyir. Gəlişinə görə, artıq yerləşməsinə görə ön dişlə və ağıl dişi arasında qalınan məsafədə infeksiyalaşma və pasiyentin bundan heç bir xəbəri olmur. Çünki proses sümük daxilində ağrısız olduğu üçün xəbəri olmur. Amma göstəriş bəli var ki, bu diş çəkilsin. Və yaxud da ağıl dişləri ortodontik müalicələr zamanı bizə artıq maneələr yaradır. Bu maneələr nədir? Retension dişlər sıxlıq yaradır çənədə. Bu halda əlbəttə göstərişdir ki, biz onları çəkək. Bəs ağıl dişi çəkimindən sonra pasiyent evdə hansı bir narahatçılıq və ya ağrı hiss edə bilərmi? Bəli, ağıl dişi çəkimindən sonra manipulyasyon proses cərrahi müdaxilədən sonra ağıl dişində yaranan ağırlaşmalardan biri düzgün baxılmarsa, düzgün antibakteriyal qarqaralar olmarsa və dərmanların düzgün istifadəsi olmazsa, bəli, ağırlaşmalar ola bilər. Bəs bu halda siz nə tövsiyə edirsiniz? Bu halda əlbəttə pasiyentin nədən baş verdiyini araşdırırıq. Əgər soyuq qida qəbul edibsə, soyuq içki mayelər qəbul edibsə, o halda bəli, artıq biz dəyərləndirərək antibakterial təyinat veririk və yaxud da ağırlaşma olubsa, bir irinli proses varsa, artıq cərrahi müdaxilə edib irinin oradan təmizlənməsi olur. Yəni artıq duruma görə dəyərləndiririk onu. Ağıl diş çəkimindən sonra üzdə hansısa bir şişkinlik və ya qızartı ola bilərmi? Ağıl dişi çəkimindən sonra ən ağır 5 milli, 6 millidən yuxarı olan retension dişlərdə bəli, şişkinlik, göyərti, hətta ağzın açılmasında məhdudiyyət yarana bilər. Bu halda bunun reabilitasiya dövrü var. 5-7 günə qədər, 10 günə qədər davam edir. Bu müddətdən sonra tam rahat bir şəkildə istifadə edə bilir. Təşəkkürlər doktor. Mən təşəkkür edirəm. Sual varsa cevablaya bilərim. Tamam. Evet, yaş məhdudiyyəti varmı? Məhdudiyyəti varmı? Hə, bunlar artıq verildi bizə. Okey, çox sağ olun. Təşəkkür edirəm sizə.